Qədirxumun mahiyyəti və əhəmiyyəti nədən ibarətdir sualı? Əgər vermiş olsa, qısa bir cavab. Quran-ı Kərimdə Allah Teala buyurur, məhz elə oxuduğumuz Maidə surəsinin 67-ci ayəsidir və bu Quranın elə ən son nazil olan ayəsidir. Ya eyyuhər Rasul, ey Allahın Rəsulü, bəlliğ ma unzilə ileyk, Rəbbin tərəfindən sənə nazil olanı insanlara çatdır. Və in ləm təfəl, çox diqqətlə qulaq asaq, və in ləm təfəl, əgər ya Rəsulum, ya Peyğəmbər, bunu çatdırmasan, bu sənə deyiləni insanlara deməsən, fəma bəlləxtə risalətə, bu 23 il ərzində etdiyin risalət, peyğəmbərlik natamam qalacaq. Bu ayə göstərir ki, əslində Qədirxumda elan edilən məsələ adi bir məsələ deyil. 23 illik zəhmətin tamamıdır. Elan edilməsə 23 illik zəhmətin boş olması mı deyim, natamam qalması mı deyim, başa çatmaması, necə başa düşürüksə, çünki ayətdə açıq-aşkar buyurur ki, əgər bunu eləməsin, fəma bəlləxtə risalətəhu, onun peyğəmbərliyini neynəməmsən? Çatdırmamısan, yəni başa vurmamısan, natamam qalır. Elə bir həqiqət idi ki, çatdırılması 23 illik peyğəmbərlik missiyasının tamamı idi. Yəni 23 illik zəhmətin tamamı nöqtəsi məhz həmin gün o çağırışın edilməsi və həmin sözün insanlara çatdırılması idi. Məhz həmin söz hamımızın dilinin əzbəri olduğu kimi o məşhur kəlamdır ki, mən kuntu mövlahu fəhaza aliyyum mövlah, mən kimin mövlasıyamsa, əmim oğlu Əli onun mövlasıdır deyə.